İran-İsrail müharibəsinə Azərbaycan vətəndaşları olaraq ədalət və hüquq prinsipindən baxmalıyıq. İlk növbədə ümumiyyətlə dünyada dövlətlər arası hüququ tənzimləyən ən önəmli qurumlardan biri BMT-dir. Və BMT-nin İranın bu nüvə sazişi ilə əlaqəli, İranın nüvə silahını əldə etməsi ilə bağlı hər hansısa bir qərarı yoxdur ki, İrana hücum olunsun. Demək ki, İsrailin hazırda İrana etdiyi hücum, İranın generallarının öldürülməsi, eyni zamanda sivil insanların da hədəf alınması bir terrordur. Yəni bunun adı başqa cür qiymətləndirilə bilməz. Çünki yəni əgər terror bu deyilsə, onda terror nədir? Sualı ortaya çıxır. Yəni əgər dünya BMT və BMT-yə üzv olan 200-ə yaxın ölkə əgər demirlərsə ki, İrandan dünyaya böyük bir təhlükə var, onda heç bir başqa bir kənar ölkənin digər bir suveren BMT tərəfindən tanınan bir ölkəyə hücum etmək hüququ və haqqı yoxdur. Bu ikinci məsələ. Hətta fərz eləyək ki, BMT belə bir qərar qəbul edir ki, bəli, İran nüvə silahı əldə etmək ərəfəsindədir və bu dünya üçün təhlükədir. Bu halda İrana BMT tərəfindən ordu toplanır və İrana qarşı tədbiri də həmən ordu görür. Daha İsrail yox. Yəni İsrail kimdir ki, durub hansı ölkəyə hücum eləsin? İsrailin baş naziri Benyamin Netanyahu özü Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayətkar statusu verilmiş bir adamdır. Psixoloji problemi olan bir insandır. Yəni belə bir insanın ümumiyyətlə kiməsə ağıl verməsi, kiməsə hücum eləməsi, kiməsə nəsə deməsi ümumiyyətlə absurddur. Dünya tərəfindən ümumiyyətlə Benyamin Netanyahu artıq qəbul olunmur. Cinayətkar kimi tanınır. Yəni hətta BMT belə bir qərar versə belə, yəni bunu İsrail həyata keçirməyəcəkdi. Bunu ümumiyyətlə BMT-nin öz ordusu olacaqdı. Yəni bir ordu formalaşacaqdı və həmən ordu tərəfindən də İrana cavab veriləcəkdi.